uşağa rezonans verilir. Uşaq orada dünyada olan yuxular görə bilir orada. Uçurumlar, baskılar, su daşmalarını görə bilir orada. Belə bir düşüncə var idi ki, kaş ana bətnində nələr yaşayırıq, o haqda məlumatımız ola. İndi düşünürəm ki, yaxşı ki, heç nə xatırlamırıq bu haqda. Mən birazdan sonra yadımdan çıxacaq bu stakanın üstündə hansı uzorlar, naxışlar var. Ola bilsin Allah Taala ömür versə bir 10 ildən sonra bu naxış gələcək gözümün qabağına stakan. Deyəcəm Allah, mən bunu harda görmüşəm. Dedim kimdir o? Dedi onun adı ölümdür. Bədənimizdən çıxmaq istəmir, müalicəyə tabe olmaq istəmir. Bax, nə yaşamalıyıq ki, bir kişi, bir qadın, bir insan və ya da bir gənc nə yaşamalıdır ki, belə bir vəziyyətə gəlib çıxsın? Stresli insan qərar verə bilməz. Stres gərginlikdir, dərinləşmiş və çox şahəli bir gərginlik. İnsanın əzələlərinə, vətərlərinə, orqanlarına, oynaqlarına yerləşir. Stres subşəxsiyyətləşir. Sizin və bizim yaranma səbəbimiz dünyanı gözəlləşdirməkdir.